Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bu gün sizə Monqollar və Qızıl Ordu dövləti haqqında məlumat verəcəm. İlk növbədə gəlin Monqolların həyat tərzi haqqında məlumata sahib olaq. Belə ki, Monqolları şərqdə Moğollar, Avropalılar isə Monqol adlandırır. Və Monqollar vaxtı ikən Göytürkləri məğlub etdiyi Janların varisi hesab olunurdu. Mərkəzi Asiyadan Altay dağlarına qədər ərazilərdə baxın Monqollar yaşamışdılar. 12-ci əsrdə Monqollar artıq Monqollarda nəsli belə deyək də icma quruluşu başa çatmışdı. Yəni nəsli quruluş deyəndə təbii ki biz başa düşürük ibtidai icma cəmiyyətini. Yəni ibtidai icma cəmiyyətindən 12-ci əsrdə başa çatır və ibtidai icma cəmiyyətindən Monqollar birbaşa olaraq keçirlər məhz feodalizmə. Lakin feodalizmə xas bir əlamət var idi. Biz belə deyirik ki, Monqollar 12-13-cü əsrlərdə köçmə xarakterli feodalizmə keçirlər. Niyə köçmə xarakteri alıb? Çünki həmin dövrdə Monqollar köçəri həyat tərzi sürüblər. Bir ərazidən digərinə köçdüklərinə görə onların məhz belə deyək, feodalizmə keçidi də bu tərzdə adlanmışdı. İndi isə gəlin Monqol dövlətinin yaranması haqqında məlumat verək. Məhz Səfalətin yetişdirdiyi bir xandan danışmaq istəyirəm. Səfalətin yetişdirdiyi xan məhz Çingiz xan idi. Hansı ki Temuçin adı olmuşdu. Temuçin 1206-cı ildə 10-10 çayı qurultayında məhz Monqol dövlətinin əsasını qoyur. 1206-da 10-10 çayı qurultayı. Bu qurultayda deməli Monqol dövlətinin əsası qoyulur. Nə vaxta qədər? 14-cü əsrin əvvəllərinə qədər. Amma dövlət yaranmamışdan əvvəl Merkit, Kerait, Nayman kimi Monqol tayfalarını ilk öncə özünə birləşdirmişdi və dostu Camuqanı, ən yaxın dostu Camuqanı məğlub edəndən sonra artıq Temuçinə heç bir rəqib qalmamışdı. O da 1206-cı ildə Olonçay sahilində özünü Böyük xan adlandırmışdı və Monqol dövlətinin əsasını qoymuşdu. Monqol dövlətinin ətrafında digər Monqol tayfalarını da Temuçin, yəni Çingiz xan birləşdirir və vahid halda, vahid şəkildə bir dövlət yaradır. Birinci paytaxt olur Qaraqorum şəhəri. Qaraqorum. Monqol dövlətinin birinci paytaxtı Qaraqorum şəhəri olmuşdu və bu dövlətdə deməli ordu adlanan hərbi birləşmələr var idi. Hərbi birləşmələr və bu hərbi birləşmələrə isə Bahadır və Noyonlar rəhbərlidir. Deməli Bahadır və Noyon kim idi? Hərbi başçılar idi. Nəyə rəhbərlik edirdilər? Ordu adlanan hərbi birləşmələrə rəhbərlik edirdilər. Həmin bu Bahadır və Noyonlar da zaman-zaman özlərinə digər kiçik Monqol tayfalarını birləşdirirdilər və nəticədə Böyük xan kim idi? Böyük Monqol dövlətinin başçısı idi Böyük xan. Həmin bu Bahadır və Noyonlar yavaş-yavaş kiçik tayfaları özünə tabe edəndən sonra onlar Böyük xaqandan xan titulunu almaq üçün mübarizə aparırdılar. Yəni Böyük xaqan bu şəxslərə xan titulunu verirdi. Çingiz xan dövləti yaradandan sonra işğallar həyata keçirəcək, amma güclü, belə deyək də, geniş ərazili bir imperiya yaratmaq üçün ona güclü bir ordu lazım idi. Ona görə də Çingiz xan ilk növbədə belə deyək də, hərbi islahat keçirir və əraziləri onluq, yüzlük, minliklərə bölür. Deməli, əraziləri nəyə böldü? Onluq, minlik və yüzlük və tümənlərə bölür. Və bu ərazilər öz quruluşuna görə bir də verdiyi əskərlərin sayına uyğun olaraq bunlara 10 başı, 100 başı, 1000 başı təyin edir. Tayfa prinsipindən imtina edərək tayfa müxtəlifliyi prinsipi həyata keçirir. Bəs bu nə idi? Tayfa prinsipindən imtina edilib tayfa. Yəni orada artıq tayfa müxtəlifliyi əsasında təşkil edilməyə başladı. Hətta belə deyək də, belə bir ifadə var orada. Tayfalar ərazi birlikləri ilə əvəz olunur. Tayfalar ərazi birlikləri ilə əvəz olunur. Nə deməkdir tayfalar ərazi birlikləri əvəz olunması? Əvvəllər hər tayfanın belə deyək də sakini, hər tayfanın əhalisi yalnız o tayfaya tabe idi. Yəni məsələn Nayman tayfasının əhalisi Merkit tayfasının əhalisinə və Merkit tayfasının başçısına tabe deyildi. Amma Çingiz xan bu belə deyək də bu bölüşdürməçilik də birinin digərinə tabe olmaması deməkdir. Çingiz xan bunun qarşısını alır, bunu ərazi birliklərlə əvəz. Yəni bütün tayfaları birləşdirir, onun üçün bir rəhbər təyin edir. Bununla da həmin o bölüşməyə son qoyulur. Artıq yəni hamı bir-birinin belə deyək də bütün tayfalar birləşir və bir tayfa başçısının əmrlərini sözsüz şəkildə yerinə yetirirlər.
Buna həm də tarixdə nə deyə bilərik? Tayfa prinsipindən imtina edib tayfa müxtəlifliyi prinsipini tətbiq etməsi deyə bilərik. Tarixdə bu prinsipi hansı hökmdarlar tətbiq edib? Şah 1. Abbas, Məlik Şah və Çingiz xan. Hər üçü bu prinsipdən istifadə edib. Eyni zamanda Çingiz xan belə deyək də qanunlar toplusu hazırlayıb və bu qanunlar toplusu nə adlanıb? Böyük Yasa. Böyük Yasa adlı qanunlar toplusu da, yəni bu dövlət Böyük Yasa adlı qanunlar toplusu ilə idarə olunurdu. Bu islahatlar keçiriləndən sonra indi Çingiz xan başlayacaq işğallara. Baxın, 1206-cı ildən 1227-yə qədər Çingiz xan hakimiyyətdə olur və 1207-ci ildə isə işğallara başlayır. 1207-ci ildə ilk olaraq haralar tabi edilir? Əlbəttə ki, tabi edilən ərazilər Monqol tayfaları, yəni ilk növbədə öz ərazisindən başlamalıdır tabi etməyə. İlk növbədə dövlətin ərazisində olan Monqol tayfalarını və digər türk tayfalarını tabi edir. Və bu tabi etmədən sonra isə Şərqi Türkistanı, Şərqi Türkistan və Cənubi Sibiri tabi edir. Şərqi Türkistanın və Cənubi Sibirin tabi edilməsi ilə isə artıq belə deyək də Monqol dövlətinin ərazisi genişlənir. 1211-15-ci illərdə isə Çinə hücum edilir və Pekin şəhəri də daxil olmaqla Çinin şimalı tutulur. Baxın, burada diqqətli olun. Biri var ki, bütün Çin tutulsun. Biri var Çinin cənubu tutulsun. Bir də var ki, ancaq şimal tutulsun. Çingiz xan Pekin də daxil olmaqla şimali Çini nə edəcək özünə? Tabi edəcək. Növbəti yürüş 1219-21-ci illərdə olub. 1219-21-ci illərdə isə Xarəzmşahlar tabi edilir. Xarəzmşahlar harda yerləşirdi? Xarəzmşahlar Mərkəzi Asiyadaydı uşaqlar. Asiya. Onda biz deyə bilərik də Xarəzmşahların tabi edilməsi ilə Mərkəzi Asiya tabi edildi deyə bilərik. Bu yürüşdən sonra isə Azərbaycan tarixində bizə bəlli olan Cənubi Qafqaza kəşfiyyat xarakterli yürüşün təşkil olunması idi. Bu da 1222-ci il idi. Hansı ki, Cəbəbər Subutay rəhbərliyi ilə Cənubi Qafqaza kəşfiyyat xarakterli yürüş təşkil olunmuşdu. Növbəti bu yürüş nəticəsində isə 1222-ci ildə artıq Dərbənddən Monqollar şimal istiqamətinə gedirlər və nəticədə 1223-cü ildə isə Kalka döyüşündə deməli Rus Qıpçaq qoşunlarını məğlub edirlər. Rus Qıpçaq. Deməli 1223-cü ildə Kalka döyüşündə Monqollar Rus Qıpçaq qoşunlarını məğlubiyyətə uğradırlar. Ümumiyyətlə Monqolların və Çingiz xanın hərbi strategiyası necə idi? Əvvəlcə dəqiq kəşfiyyat məlumatları toplayırdılar. Sonra düşmənin zəif və güclü tərəflərini öyrənirdilər. Sonra isə qəflətən hücum edirdilər. Onlar əvvəlcə belə deyək, ticarət karvanları və yaxud da səyyahlar vasitəsilə işğal edəcəyi yerlərə əvvəlcədən nümayəndələr göndərirdilər. Məsələn, ticarət karvanını göndərdi, düzdürmü? Güya bu adam ticarətlə məşğul olacaq getdiyi yerdə. Halbuki məqsəd ticarət deyildi. Məqsəd həmin dövləti mənfi və müsbət tərəflərini, güclü zəif tərəflərini bütün kəşf etməkdir. Kəşf edəndən sonra isə artıq qəflətən hücum edəcəkdir və hücum nəticəsində çox kütləvi qətliamlar həyata keçirilirdi. Və sual verə bilərsiniz ki, niyə tutulan ərazidə böyük qətliamlar həyata keçirilirdi? Çünki digər xalqlar qorxsun deyə. Çünki həmin dövrdə Monqolların belə deyək də o qədər də ordusu geniş deyildi ki, çox deyildi ki, onlar işğal etdiyi hər yerdə çoxlu ordu saxlaya bilsinlər. Həmin çox ordu saxlaya bilmədiyinə görə qətliamlar həyata keçirirdilər ki, onların olmadığı zaman həmin ərazidə onlara qarşı üsyan olmasın. Bəli, göz dağı deyə bilərik, verirdilər ki, onlar olmayanda Monqollara qarşı üsyanlar baş verməsin. Çingiz xanın birinci və sonuncu səhvindən danışmaq istəyirəm. Birinci və sonuncu səhvi onun vəsiyyətnamə tərtib etməsi idi, hansı ki, oğullarının sayına uyğun olaraq ölkəni 4 ulusa bölməsi idi. Bu düşünürdü ki, mən belə deyək də dövlətin ərazisini sağlığımda övladlarımın arasında bölüşdürsəm, onlar arasında gələcəkdə hakimiyyət uğrunda mübarizə olmayacaq. Halbuki belə olmur, daha da mübarizələr kəskinləşir. Buna görə də onun, yəni Çingiz xanın vəsiyyətnamə tərtib etməsi onun birinci və sonuncu səhvi hesab olunurdu. Daha sonra mən Monqollarda danışmaq istəyirəm Xubilay xandan. Xubilay xan isə məhz Çinin cənubunu da tutur. Bəli, Çinin cənubunu tutur. Paytaxtı köçürür Pekinə. Birinci paytaxt haraydı? Qaraqorum. İkinci paytaxt isə olacaq Pekin şəhəri. Baxın, Pekin şəhərini Xubilay tutmur. Pekin şəhərini Çingiz xan tutur. Sadəcə paytaxtı köçürən Xubilay xan olur. Və Çinin cənubunu da tutandan sonra burada bir Monqol sülaləsinin əsasını qoyur. Bu Monqol sülaləsinin adı Yuan sülaləsi olacaq. Yuan.
Yuan adlı Monqol sülaləsinin əsasını 1271-ci ildə qoyur və bu sülalənin varlığına isə 1368-ci ildə Çində üsyan baş verir və Yuan sülaləsi 1368-ci ildə belə deyək də Yuanların hakimiyyəti Çində başa çatır. Ümumilikdə isə Monqol dövləti 14-cü əsrin əvvəllərində artıq parçalanır. 1206-da yaranmışdı və 14-cü əsrin əvvəllərində isə Monqol dövləti parçalanır. Yuan sülaləsi 1271-də daha 1368-ə qədər mövcud olmuşdur. Bu mənim Monqol dövləti haqqında verdiyim məlumat. Monqollarda belə deyək də ərazi olaraq inzibati cəhətdən uluslara bölünürdü və qanunlar toplusu isə böyük yasa adlanırdı. Böyük yasa isə yarlıqlardan, yasaqlardan və Çingiz xanın nəsihətlərindən ibarət idi. Baxın bu tərzdə. İndi isə mən Qızıl Ordu dövləti haqqında məlumat vermək istəyirəm. Qızıl Ordu. İlk növbədə gəlin bu ada fikir verək. Qızıl Ordu. Ümumiyyətlə Monqollarda ordu sözü çadır mənasını ifadə edirdi. Və Monqol xaqanları belə deyək də qızılı rəngdə çadırda əyləşdiyinə görə bu dövlət Qızıl Ordu adlanmışdır. Deməli, ordu sözünün mənası nə olacaq? Çadır. Çadır, düzdür. Hansı rəngdə çadırdan istifadə olunur? Qızıl rəngdə çadırdan istifadə olunur. Həmin Monqol xaqanlarının belə deyək də olduğu çadır. Buna görə də dövlət necə adlanacaq? Qızıl Ordu. Bu dövlətə həm də Cudilər nəsillər olan dövlətdə deyirlər. Çünki Çingiz xanın oğlu Cudinin nəslindən olanlar yaratmışdı və idarə etmişdi deyə belə adlanırdı. 1235-ci ildə Qaraqorum qurultayı keçirilir. Qaraqorum qurultayında qərara alınır ki, məhz günbatan ölkələrə tərəf yürüş təşkil olunsun. Yəni qərbə doğru yürüş təşkil olunsun. Ərazilər işğal etmək məqsədi ilə. Bəs bu yürüşə kim rəhbərlik eləyəcək? Bu yürüşə Çingiz xanın nəvəsi, yəni Cudinin oğlu, Cudi Çingiz xanın oğluydu. Cudinin nəvəsi Batı rəhbərlik edəcəkdi. Batı. Ümumiyyətlə, Cudiyə verilən ərazilər haraydı? Xarəzm idi, Şimali Qafqaz idi, Qıpçaq çölü idi. Bu ərazilər vaxtikən Çingiz xan öz vəsiyyətinə əsasən Cudiyə vermişdi. Və hətta demişdi ki, qərbə doğru hərəkət edilsin. Nə qədər ərazi tutulsa, o da Cudinin hakimiyyəti altında olacaq. Cudi öləndən sonra həmin ərazilər kimə qalacaq? Oğlu Batıya qalacaq. Batı isə 1200, deməli 40-cı ildə Kiyevi tutur və Polşa istiqamətində Polşa yürüşə başlayır. 1241-ci ildə isə Polşa-Alman qoşunlarını 1241-ci ildə isə Polşa-Alman qoşunlarını məğlub eləyir. Bundan sonra isə Macaristan, Belarus, Çexiyanı ələ keçirir. Və eyni zamanda Batının qərbə yürüşü nəticəsində Rus knyazlıqları da tabe edilir. Rus knyazlıqları. Demək, Rus knyazlıqları Batı yürüşü nəticəsində tabe edilmişdir. Baxın, Batı bu yürüşü dayandırmaq məcburiyyətində qalır. Sol ortaya çıxır. Niyə? Onun əskərlərinin yorularaq taqətdən düşməsi idi. Bəli, digər səbəbdən işğal edilmiş ərazilərdə üsyanların baş verməsi idi. Digər bir səbəb də böyük Monqol xaqanının ölümü və həmin yeni Monqol xaqanının hakimiyyətə gəlmə mərasimində Batı xanın iştirak etməsi idi. Batı xan yolda olarkən, hansı ki İdil təxminən çayı ətrafında olarkən xəbər alır ki, artıq Böyük xan seçilib. Böyük xan seçilibsə, o da artıq belə deyək ki, Monqol dövlətinə tərəf irəliləmir və olduğu yerdə, yəni İdil sahillərində öz adına uyğun olaraq Saray Batı şəhərini salır. Yəni 13-cü əsrin 40-cı illərində Saray Batı şəhərini saldırır və beləliklə tarixdə Qızıl Ordu dövlətinin əsasını qoyur. Təbii ki, Rus knyazlıqları da bu dövrdə deməli Batıdan asılı vəziyyətdə idi. Hətta Qızıl Ordu dövləti əvvəllərdə bildiyiniz kimi Monqol dövlətindən asılı idi da bu dövlət. Amma 13-cü əsrin sonlarında artıq Monqolların asılılığından tamamilə azad olur. İndi testlərə düşən ən mühüm məlumat budur. 13-cü əsrin sonlarında Qızıl Ordu dövləti Monqollardan belə deyək ki, asılılığından çıxanda bu zaman Batı idi hakimiyyəti, xeyr. Bunu Batının hakimiyyətinə götürməyəcəksiniz. Daha sonra məlumat vermək istəyirəm Qızıl Ordu hökmdarı Özbək xan haqqında. Özbək
Özbək. Özbək 14-cü əsrin birinci yarısında 14-cü əsrin birinci yarısında İslam dinini qəbul edir, İslam dinini dövlət dini elan edir. Bununla da türkləşmə prosesi başa çatır. Və türk xalqı artıq belə deyək də, bu ərazidə çoxalmağa başlamışdı. Artıq Monqollarla türklərin qaynayıb qarışması prosesi baş vermişdi. 1359-cu ildə isə 1359-da isə Cucinin nəslindən olanların hakimiyyəti başa çatır. Cuci nəslindən olanların hakimiyyəti başa çatır deyə avtomatik olaraq hakimiyyət uğrunda mübarizələr, belə deyək də, daxili çəkişmələr baş verir. Bu hakimiyyət mübarizəsindən istifadə edən Rus knyazlıqları Qızıl Ordunun tərkibindən çıxmaq istəyirdi. Bəs yadımıza salaq ki, nə vaxt Qızıl Ordunun tərkibinə daxil olmuşdu? Əlbəttə ki, Batı onları tabe etmişdi. Amma Sərkərdə Mamayın dövründə, Sərkərdə Mamay xanın dövründə, Sərkərdə Mamayın dövründə 1380-ci ildə tərəflər arasında Kulikovo döyüşü baş verir. Kulikovo. Kimlər arasında? Rus knyazlıqları ilə Qızıl Ordu arasında. Kimlər qalib gəlir? Rus knyazlıqları qalib gəlir və Qızıl Ordunun hakimiyyətindən çıxırlar. Bu da təbii ki, Mamay xanın, Sərkərdə Mamayın dövründə baş vermişdi. Daha sonra isə hakimiyyətə Toxtamış gəlir. Toxtamış xan əslində Əmir Teymurun yardımı ilə hakimiyyətə gəlmişdi. Amma Əmir Teymurun hakimiyyəti altında olan torpaqlara, xüsusən də Azərbaycana hücum etməsi Əmir Teymurla onun münasibətlərini pisləşdirir və müharibəyə səbəb olur. Ona qədər Toxtamış 1382-ci ildə hücum edir Moskvaya və Moskvanı yandırır. Və beləliklə Rus knyazlıqları yenidən Qızıl Ordudan asılılığı qəbul edirlər. 1385-ci ildə isə Azərbaycana hücum edir. Hansı ki, bayaq dediyim hadisə Azərbaycana hücum edir, Təbrizi tutur, dağıdır şəhəri, əhalini qılıncdan keçirir və Əmir Teymurun yürüyüş xəbərini aldıqda Azərbaycanı tərk edir. Növbəti Toxtamış və Əmir Teymur arasında baş vermiş döyüş də 1395-ci ildə Terek döyüşüdür. Bu döyüş Teymurlərlə Qızıl Ordu arasında olmuşdu və Əmir Teymur qalib gəlmişdi və Qızıl Ordu Toxtamış məğlub olmuşdu və Qızıl Ordunun şərq vilayətləri məhz Teymur tərəfindən ələ keçirilmişdi. Bundan sonra artıq Qızıl Ordunun parçalanması prosesi sürətlənmişdi. Ümumi isə 15-ci əsrdə Qızıl Ordu dövləti bir neçə dövlətə parçalandı. Məsələn, Krım, Qazan, Həştərxan, bir də Noqay ordası. 15-ci əsrdə Krım, Qazan, Həştərxan, Noqay ordasına Qızıl Ordu bölünmüşdü. Bu dövlətlərin isə varlığına məhz Rusiya son qoyacaq. Son olaraq mən Qızıl Ordu dövlətində Əhməd xanın dövründə danışmaq istəyirəm. Əhməd xanın zamanında isə Əhməd xan nə etmək istəyirdi? Dövlətin əvvəlki qüdrətini bərpa etmək istəyirdi və Rus knyazlıqlarının yenidən özünə tabe etmək istəyirdi. Bu məqsədlə Moskva knyazlığı üzərinə, yəni Rus knyazlıqları üzərinə yürüş etmişdi. Bu yürüş isə 1480-ci ildə baş vermişdi. Bu yürüş tarixdə Uqra görüşü kimi daxil olmuşdu. Niyə Uqra görüşü kimi daxil olmuşdu? Çünki Əhməd xan gedib Qızıl Ordu Moskva knyazlığının belə deyək də ordusunu görəndə çəkinmişdi. Döyüşməkdən çəkinmişdi və bu tarixdə Uqra görüşü kimi daxil olmuşdu və beləliklə Rus knyazlıqlarının Qızıl Ordudan asılılığına bir dəfəlik son qoyulmuşdu. Yəni Rus knyazlıqları 1480-ci ildə Uqra görüşü nəticəsində Qızıl Ordunun asılılığından tamamilə çıxmışdı. İndi isə Qızıl Ordunun idarə etmə sistemi haqqında məlumat vermək istəyirəm. Belə ki, Qızıl Ordunun idarə etmə sistemində Böyük xandan danışırıq. Sonra Baskatdan danışırıq. Tarxandan danışırıq. Bir də Ali Məclisdən. Böyük xan təbii ki, birinci şəxsdir, dövləti idarə edən şəxsdir. Baskak vergi yığan məmurdur. Bu ərəblərdə amillə oxşar cəhət götürə bilərik. Tarxan imtiyazlı şəxsdir. Və Ali Məclis də məşvərətçi orqandır. Ali Məclisdir. Tarxanlar imtiyazlı şəxslərdir. İmtiyaz müəyyən, belə deyək də, güzəştlər, vəzifə başa düşülür. Yəni, Tarxanlar necə güzəştlər əldə etmişdilər ki, Tarxanlar vergi vermək hüququndan azad olmaq üçün, vergidən azad olmaq üçün Böyük xandan yarlıq alırdılar. Yəni, fərman alırdılar. Və buna görə də onlar imtiyazlı təbəqə hesab olunurdu. Onlar, yəni, vergilərdən azad olunmuşdu.
Ən sonda isə mən danışmaq istəyirəm Ali Divandan. Ali Divan icra edici orqanı idi və iki yerə bölünürdü. Yəni Ali Divanın həm mülki işlərə rəhbərlik edə bilirdi, həm də hərbi işlərə. Bəs bunlara kim rəhbərlik edirdi? Bəylərbəyi hərbi işlərə rəhbərlik edirdi, baş vəzir isə mülki işlərə. Baş vəzir mülki işlərə, Bəylərbəyi isə hərbi işlərə rəhbərlik edirdi. 1502-ci ildə isə bildiyimiz kimi bu dövlət süqut etmişdi. Mənim Qızıl Ordu və Monqol dövləti haqqında verdiyim məlumat bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.